Bismillah, velhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə ba'd. Qardaş sual verir ki, bəzən WhatsAppdan uzun yazılar göndərirlər, imanın artması üçün, imanın qüvvətlənməsi üçün və bu yazılarda belə məsələlər olur ki, düşün ki, öldün, 100 min il qəbirdə qalırsan, orada heç kimin yoxdur, sadəcə əməllərin var və s. və s. Belə uzun yazılar göndərmişdi, mənə də baxdım. Bunları göndərmək olarmı və ya bundan daha rahat, daha asan üsul yoxmu imanı qaldırıcı şeylər üçün? Birincisi bunu deyə bilərəm ki, Allah Resulü sallallahu aleyhi və səlləm imanımızı qaldırmaq, imanımızı sabit saxlamaq üçün bizə bir şey tövsiyə edir ki, buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm əqdiru zikrə hədimin ləzzətil məvd. Ləzzətlərə son qoyan ölümü çoxca xatırlayın. Yəni, ölümü çoxca xatırlamaq, o ləzzətlərə son qoymaq deyilir. O bilirsizmi nədir? İnsan ölümü çoxca xatırladıqca dünyəvi ləzzətlərdən uzaqlaşır, dünyanın bərbəzəyindən uzaqlaşır və Allah Azza və Cəlləyə tərəf yönəlir. Bunu sadəcə düşünmək özü insana kifayətləyir ki, özü axirət üçün azuqə tapılasın. Baxın, yenə başqa bir hədisdə Muaz bin Cəbər radiyallahu anhu buyurur ki, bir gənc qalxdı Peyğəmbər sallallahu aleyhi ve sellemə soruşdu ki, ey Allahın Rasulü, imanı ən kamil olanları kimlərdir? Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əxlaqınız əxlaq cəhətindən əxlaqı ən gözəl olanlarınız. Və sonra buyurdu ki, bəs ən ağıllı olan kəslər kimlərdir? Dedi, Allah Resulü sallallahu əleyhi və səlləm davam etdi ki, ölümü çoxca düşünənlər, təfəkkür edənlər və ondan sonrasına azuqə hazırlayanlar. Baxın, bu hədisdə də Allah Resulü sallallahu əleyhi və səlləm nəyi öyrədir? Ölümü çoxca düşünmək və sonrası üçün azuqə hazırlamaq. Yəni, öldükdən sonra Allah Azza və Cəllənin huzuruna çıxacağın günə, əməllərin ərz olunacaq günə azuqə hazırlamaq. Budur yəni məsələ. O digər hansı ki fərziyyələr, hansı ki şəriətdə gəlməyən, orada məsəl üçün mesajda mən gördüm 100 min il qaldın. Elə bir şey yoxdur ki şəriətdə hardasa sən 100 min il qalırsan, bəlli bir il bildirilsin və s. Və bunlar ola bilər onu yazan düşünsün ki, məntiqi olaraq insanlara təsirləmək, qəlblərə təsir etsin. Amma elə şəriət özü kifayət edir qəlblərə təsirləməyə və haqqı insanlara çatdırmağa. Velhamdülillahi Rabbil aləmin.